Xoş gördük. Zümrüdlə addım-addım görüşünüzə gəlib. Bugün addımlarını sağlam atan və təkcə özünün deyil, həm də ətrafında olan anaların sağlam addım atmağına kömək edən bir qonağım var. O Zahidə Qurbanovadır. Zahidəni mən 10 ildən çoxdur tanıyıram. Bizim uşaqlarımız eyni yaşdadır. Amma onun qızı xüsusi seçilmiş uşaqdır. Ona görə qonaq çağırmışam ki, günü-gündən artan sayı var, statistika var. Xüsusi uşaqların sayı çoxalır, amma onlara olan münasibət, bilgi çoxluğu, onlarla bağlı olan layihələrin sayı heç də istənilən səviyyədə deyil. Biz də qərara gəldik ki, Zahidə ilə birlikdə bu cür analara öz praktikasından, öz yaşadıklarından bir işıq olsun Zahidə. Xoş gəlmisən. Çox sağ olun. Çağırdığınız üçün mənə çox xoşdur, çox dəyərlidir belə bir şey. Zahidə, sənin yolunu izləyənlərdən biriyəm. Çünki biz qonşuyuq. Dediyim kimi uşaqlarımız da yaşıddır. Fərq ondadır ki, Melisa o xüsusi uşaqdır. Xüsusi uşaq anası təkcə özünün yox, həm də ki cəmiyyətdəki xüsusi uşaq analarının mübarizəsinin bir parçasına çevrilir. Sən onlardansan, çünki izləyirəm, baxıram. Əgər bizi valideynlər izləyirsə, yeni diaqnoz qoyulubsa ki, onlar xüsusi uşağın valideynləridir. Nələrə hazır olmalıdırlar? Nələrdən başlayır? Nə qədər vaxt lazım oldu ki, sən bunu qəbul edəsən və onunla həyat mübarizəsinə çıxmağa özündə güc tapasan? Mən düşünürəm ki, insanlardan özündən də çox şey asılıdır. Çünki elə insanlar var ki, çox böyük gözləntiləri var. Elə insanlar var ki, çox imanlılar, inanırlar, ümid edirlər. O çox vacibdir ana üçün ən birinci. Amma buna hazır olmaq mümkün deyil. Çünki hər bir anaya çox çətindir bunu qəbul etmək. Və mənim özüm bunu qəbul edənə qədər bir 3 il, 4 il mənə vaxt lazım oldu. Çünki mən çox inanırdım ki, yaxşı olacaq, yeriyəcək, danışacaq. Amma zamanla başa düşürdüm ki, yox, bu proses çox çətin bir prosesdir və hər bir uşaqda fərqlidir. Amma serebral iflicdən danışırıqsa sırf bu, belə deyim, ən çətin diaqnozlardan biridir. Çünki həm fiziki, həm əqli geridir. Sırf mənim uşağım. Elə uşaqlar var ki, yox, əqli geri deyirlər, amma fiziki inkişafdan qalırlar. Və zamanla sən ona öyrəşirsən, qəbullanırsan, gedib gəldikcə, nəticələri gördükcə. Çünki çox uşaqlarda bu dəyişikliklər damcı-damcı olur və valideynlərin çoxsunun səbri çatmır. Başlayırlar axtarmağa başqa həkimləri, başqa mərkəzləri, başqa mütəxəssisləri ki, bunlar zəifdir, bunlar bizə kömək edə bilmədi. Dərk etmirlər ki, bu proses çox uzun bir prosesdir. Və mənim özümə 3-4 il vaxt lazım oldu ki, mən başa düşəm ki, mənim uşağımın yeriməyi və yaxud danışmağı belə də hasant bir şey deyil. Artıq 9 yaşı var, hələ də yerimir, nə danışmır. Amma bu yaşda mənim o gözləntilərim yoxdur. Bəs nə sizin bu gözləntinizin olmamağına gətirib çıxartdı? Bunun haqqında çoxlu oxudunuz, yoxsa gördünüz, yoxsa özünüzü inkişaf elətdirdiniz, yoxsa belə deyim ki, böyüdünüz? Həm böyüdüm, ana olaraq. Həm daha müdrik oldum, həm dünyaya ikinci uşaq gətirdim və müqayisədə baxırdım ki, bu sağlam uşaqda proses necə gedir və özəl uşaqda necə gedir. Və öz üzərimdə çox işlədim, çoxlu məlumatlar alırdım. Rus dilində lap çoxdur məlumat, ingilis dilində də çoxdur. İnanıram ki, Azərbaycan dilində də məni kimi analar, mütəxəssislər bu haqda daha çox danışacaq. Çünki nevroloji olan uşaqlar artır. Aydan aya, ildən ilə statistikaya baxsaq. Və təbii ki, biz nə qədər çox bilsək, məlumatımız olsa, o qədər çox uşağımıza kömək edə bilərik. Mən onu çox analara deyirəm, kimi görürəmsə, əhatəm böyükdür analarla bağlı.
Və başa düşürəm ki, məsələn, mən hansısa bir mütəxəssis aparanda mənə bir dərs kifayətdir ki, mən bilim ki, bu mütəxəssis mənim uşağıma kömək edə bilər ya yox. Bu mütəxəssis mənim uşağımı hiss edir ya yox. Elə mütəxəssislər var ki, mənim uşağımı məsələn aparanda deyirlər ki, evə aparın, özünüz işləyə bilərsiniz də, biz sizə necə kömək edə bilərik. Onda bilirəm ki, bu mütəxəssis belə uşaqlarla işləyə bilmir, təcrübəsi yoxdur və yaxud ağır uşaqlarla işləmək istəmir. Oca evdə, əlbəttə mən evdə işləyə bilərəm, amma mən mütəxəssis deyiləm, mən anayam, mənim başqa bir funksiyalarım, qayğılarım var və ona görə onları mən seçə bilirəm. Həm də ki, təcrübə də böyükdür. Məsələn, mən Rusiyada da olmuşam, Azərbaycanda da bir neçə mərkəzlərdə olmuşam. Daha çox gedirəm o mərkəzlərə, hansılar ki, ya ruslardan öyrənir, ya türklərdən öyrənir. Çünki Türkiyədə, Rusiyada, Ukraynada bu sahələr daha yaxşı inkişaf eləyir. Mən düşünürəm də, o ruskaya şkola deyirlər. Məsələn, logopediya очень хорошо развита, да, там. Или же, məsələn, fiziki olaraq inkişaf türklərdə də yaxşıdır, ergoterapiya deyirlər, İranda da pis deyil, eşitdiyimə görə. Gəlin buradan davam edək Zahidə. Məsələn, mən bilirəm ki, sən Melisa ilə Çinə də getmişdin, bəli. Rusiyada da çox uzun müddət oldun, başqa ölkələrdən gələn, Avropadan gələn mütəxəssislərlə də sən işləmisən. Niyə bizdə bu məktəb hələ də formalaşa bilmir? Yoxsa xeyli, məsələn, bu 9 il ərzində nəticə sənə nə deyir? Artıq mütəxəssislər formalaşırmı? Artıq belə deyim ki, əl çatan olublarmı? Yoxsa hələ də zəifdir? Mən düşünürəm ki, hələ də zəifdir. Amma qətiyyən demirəm ki, bizdə yaxşı mütəxəssislər yoxdur. Yox, onu deyə bilmərəm. Heç kəsin haqqına girə bilmərəm. Çünki hər bir yerdə yaxşıları da var, pisləri də var. Bəzi mütəxəssislər deyir ki, bilirsiniz, amma Rusiyadan çox adam gəlir bura yanımıza məşğul olmaq üçün. Mən də düşünürəm ki, sırf ola bilsin sizin yanınıza gəlir, siz yaxşı bir mütəxəssis. Amma ümumi götürsək, mən düşünürəm ki, hələ ki Azərbaycanda zəif inkişaf eləyir. Niyə? Birincisi, bizim mütəxəssislər öz üzərində işləməlidir. Və oxumaq üçün, sertifikatlar almaq üçün, yeni bilgilər almaq üçün bu ödənişlər çox böyük bir məbləğdədir. Və yəqin ki, düşünmək istəyirəm ki, hər bir mütəxəssis onu özünə ayıra bilmir və yaxud istəmir nəsə öyrənmək. Tanıdığım elə bir mütəxəssis var, deyir ki, mən hər şeyi artıq bilirəm, mənə ehtiyac yoxdur öyrənməkdə. Amma mən düşünürəm ki, hər şeyi bilmək olmur. Çünki hər bir şey inkişaf eləyir da, heç nə dayanmır. Və artdıqca da tələbat artır deyə bilgilər çoxalır. Amerikada araşdırırlar, bilmirəm, eşitmisinizmi, Trump bir dənə prikaz verib ki, bəs bu autizmi araşdırın, kömək edin, bu autizm spektri olan uşaqlar, autizm uşaqlar niyə danışmır, səbəb nədir? Səbəblər çoxdur əslində. Bəli. Üzərində işləmək lazımdır. Zahidə, gəlin ailəyə dönək, çünki nə qədər mütəxəssislər belə uşaqlarımıza kömək etməyə çalışsalar da, burada mütəxəssis olmasa da valideyn rolu, valideyn modeli heç şübhəsiz ki, öndə gələn bir şeydir. Bəli. Ata və ana nələri bilməli, harda əl-ələ verməli, harda daha çox yük atanın və harda ananın çiyninə düşməlidir? Mənim düşüncəmə görə ata-ana hər bir addımda əl-ələ verib getməlidir bu yolu. Buna Allah Taala veribsə bizə, deməli biz bunu bacarmalıyıq, etməliyik. Onların böyük bir missiyası var bizim üçün. Onlar bizə çox bir şeylər öyrədir. Ən birinci şükürlü olmaq, səbirli olmaq və ananın zaten yükü böyükdür. Çünki ata pul qazanır. Ata da mütləq şəkildə bizə dəstək olmalıdır, inanmalıdır. Məsələn, mənim yoldaşım işlədiyinə görə ancaq maddi mənə dəstək ola bilər. O da çox böyük bir şeydir, amma maddiyyətdən başqa da yalan deyərəm. Çünki axşamlar məsələn, hər axşam mənim yoldaşım qızımla idman eləyir. Hansısa rastyaşkalarda, hansılar ki bacarır, öyrənib, görüb, gedib gəlmişik, bir yerdə də getmişik, onları edir. Başa düşür ki, etmək lazımdır. Amma o demək deyil ki, sırf yerimək üçün lazımdır. Sadəcə prosta hərəkət etmədiyinə görə bu əzələlər lap gərginləşir deyə, o mütləqdir ki, o spastika biraz da olsa azalsın, uşaq daha rahat yatsın. Məni cerebral iflic anaların
daha yaxşı başa düşər. Məşğul olmaq ata da olmalıdır, ana da. Sadəcə ananın başqa funksiyaları da çox olduğuna görə, başqa uşağı, övladı var, ev işləri var. Yəni elə uşaq var ki, ona lap çox qayğı lazımdır, hansı ki, tualet təlimi yoxdur, yemək yeyə bilmir. Məsələn, mənim öz qızım. Ona görə mən həmişə deyirəm ki, yanımda olmasaydı mən bəlkə də belə pozitiv, belə güclü olmazdım, başqa analar üçün nümunə olmazdım. Əslində bilirəm ki, bəs mütəxəssislər, bəlkə də həkimlər baxır və ürəyində can deyir, yazıq ana və yaxud yazıq uşaq. Amma elə deyil. Zahidə, siz insanlarla işləyirsiniz və burada dözümlülük nə qədər önəmlidir. Ata və analar belə deyim ki, nə qədər səbirlə qarşılaya bilirlər. Heç səbirsizlənən, məsələn mən elə bilirəm ki, ata və ana uşağının hər şeyinə dözür və dözməlidir. Varmı dözümsüzlük göstərənlər? Bəli, var. Çox təəssüf var, amma bəlkə də təəssüf deyil, çünki heç kəsi qınamaq olmaz. İnsanlar fərqlidir, psixika inkişafları da fərqlidir, xarakterləri də fərqlidir və həmişə Allah Taala bizə seçim verir. Və mən İlk dəfə də eşitdim ki, Azərbaycan ailəsində ana dözə bilmədi uşağının özəl olduğuna. O da deməzdim ki, çox ağır bir uşaqdır. Ləngiməsi var, bəli. Amma o ana ailədən çıxdı, getdi də. İki uşağı var idi. Biri normatipik uşaq idi, biri özəl uşaq idi və o uşağı mən çox sevirəm. Artıq böyük uşaqdır. İki uşağını da qoydu, getdi. Bəli, ailədən çıxdı. Mən eşidəndə çox şok yaşadım. Amma sonra özümə dedim ki, yox, qınamaq olmaz. Dünyaya gətirdiyimiz uşağa da biraz məcbur olaq. İstər ata, istər ana, istər qadın, istər kişi. Bu bir daha belə deyim ki, bizə öyrədilənlərin heç də eşitdiyimiz kimi olmadığına dəlalət edir. Bizim eşitdiyimiz o böyük kişi sözü, hansı ki deyirik ki, kişi mərd olar, kişi dözümlü olar. Gördüyümüz kimi sırf özəl uşağı olduğu üçün ailəsindən üz döndərən kişilər var. Təəssüf ki, ana adı hər adama da layiq deyilmiş. Bunu da buradan öyrənmiş olduq. Çünki qadın uşağının xüsusi olduğu üçün ondan üz döndərib gedə bilməz. Ana böyük addır. Gedə bilər. Ana getməməlidir. Çünki əgər biz öz uşaqlarımızın yanında olmayacaqsa, əgər çox pis idisə, qəbul edə bilmirdisə, xoşbəxt deyildisə, depressiyalara düşürdüsə və görürdü ki, dözə bilmir buna, başqa yol seçdi, çıxdı, getdi. Elə də nə bilim, o da minlərdən birində olur. Zahidə xanım, biz onları qınamırıq, amma demək istədiyimiz odur ki, getmək ən asan yoldur. Hələ bu vəziyyətdə. Çünki əgər xüsusi uşağı olan ana onun yanında olmayacaqsa, onda biz onun yanında kimi görməliyik? Ata onun yanında olmayacaqsa, kimi onun yanında görməliyik? Bu biraz da vicdani məsələdir. Təəssüf. Bəs cəmiyyətin reaksiyası necədir Zahidə? Çünki mən bilirəm ki, bizim insanlarımız dəstəyi biraz da can sözü ilə əvəzləyirlər. Yazıqlayırlar. Məsələn, bir ana kimi, bir belə deyim ki, bu cür valideynlərin içində olan xanım kimi soruşmaq istəyirəm ki, sizə dəstək necə olmalıdır? Bizim cəmiyyət çox yazıqlanır, can deyir. Allah kömək olsun. Çox yazıq sizin gününüzə də bilmirlər. Mən də bir müddət xoşum gəlmirdi o sözlərdən. Ondan sonra düşündüm ki, onlar da sadəcə diqqətini, məhəbbətini belə göstərir. Onlar bilmir nə sözlər demək lazımdır, necə deyəsən. Amma cəmiyyətdən əlbəttə ki, çox dəstək istəyərik biz analar. Niyə? Çünki bu uşaqlar artır və mən inanıram ki, bir dənə hörmət edən bir həkim var. Mən onu çox böyük hörmət edirəm. O deyir ki, 20 ildən sonra hər bir ailədə özəl bir uşaq olacaq. Autizm spektr olsun, ləngimə olsun, dizartriya, alaliya, düzdür, o logopedik diaqnozlardır. Yəni nevroloji hansısa bir qüsuru olacaq. O da bilirik nə səbəbləri. Bu artdıqca da istəyirəm ki, bizim cəmiyyətdə də bu uşaqlara, bu valideynlərə də hörmət və yanaşma dəyişsin və hörmətlə yanaşsınlar. Ən azından belə suallar verirlər ki, həkimlər nə deyir? Özdə o sualı verəndə o qədər belə nə deyirlər? Ümid varmı? Onu
düzgün deyil də elə. Allah kömək olsun, daha adama xoşdur o sözü eşitmək. Həqiqətən Allah hamımıza kömək olsun. Bizə səbir versin, səbirli olmaq lazımdır bu yolda. Amma bax o sözlər ki, can, ay bala, çox xoş deyil. Bu danışacaqmı? Nə vaxt danışacaq? Bəs siz bu qədər şey eləyirsiniz, bu qədər aparırsınız, gətirirsiniz. Heç nəticə də yoxdur. Necə olacaq? Nə edirsiniz? Bəs başını buraxın da gedin sağlam uşaqlar dünyaya gətirin. Elə sözlər də deyənlər var. Bu taktik deyil. Anaya, ataya o sözləri, ata bəlkə də anaya vəbşi, analar daha həssas olur. Anaya o sözləri mən düşünürəm ki, demək olmaz. Amma axır zamanlar hər bir adamın ətrafında bu autizm spektru uşağı olsun, DCP-li olsun, hansı bir nevroloji qüsuru uşağı olsun, artır deyə insanlar elə bil az da olsa biraz məlumatlı olurlar. Çünki ətrafda kimdəsə bu diaqnoz var. Və bilirlər ki, bu necə olur da, başa düşürsüz. Yəni ki, autizm uşaqları davranış pozuntuları var və yaxud danışmır, uşağın nitqi yoxdur ya da anlayışı çox zəifdir, yaşıdlarından çox geridir. Bax, o bilir ki, uşaqla necə rəftar etmək lazımdır. Amma mənim ən böyük istədiyim cəmiyyətdən ailələr, gənc ailələr, fərq etmir, gənc olmasa da öz uşaqlarına, normatipik uşaqlarına həmişə bu uşaqlardan danışsın. Niyə? Ki, belə uşaqlar var. Elə uşaqlar yerimir, elə uşaq var danışmır. Amma barmaqla onlara göstərmək lazım deyil. Hansısa bir qız uşağın seli axır ağzından, nə pis, iyrənc. Belə sözlər mən məsələn eşitmişəm onları. Zahidə bu böyük problemdir. Çünki demək ki, uşaq ananın o uşağı əli ilə göstərdiyini görüb. Demək ki, körpələr anaların, valideynlərin nəinki onlara düzgün yol göstərməsini, əksinə özlərinin də səhv etdiyini görüblər ki, eyni davranışı təkrarlayırlar. Bizi dinləyənlər, bizi izləyənlər arasında təkcə paytaxtda yaşayanlar yoxdur. Həm də ən ucqara bugün YouTube platforması və sosial şəbəkələr bizə bu icazəni verir ki, biz təkcə paytaxtda olanlara, özünü inkişaf elətdirənlərə və yaxud da ki, ən güclü həkimlərə gedə bilənlərə yox, ən ucqar kənddən olan izləyicilərimizə gedib çatırıq. Ürəyimiz istəyir ki, sizin o inandığınız həkimin dedikləri səhv olsun, artmasın xüsusi uşaqlarımızın sayı. Amma statistikada öz sözünü deyir. Belə olduğu halda bizi izləyən həmin valideynlərə ən böyük dəstək necə olmalıdır? Bax, onlar ilkin həmin valideyn artıq bildi ki, onun uşağı xüsusidir, bu diaqnoz qoydu. Hansı məlumatları almağa başlamalıdır, hara üz tutmalıdır, hardan oxumalıdır dəqiq məlumatları. Çünki mən belə valideynlər tanıyıram, cəhalətin baş alıb getdiyi ailələr var. Məsələn, belə deyim ki, fal açdıranlar, dua yazdıranlar var bu uşaqların inkişaf etməsi üçün, sağalması üçün. Bu vaxtdan gedir. Bu zamandan gedir. Bəlkə də bəzi uşaqlar təlimlə daha tez düzələcəklər və yaxud da deyirlər ki, onun atası, əmisi də 4 yaşında yeriyib, xalası da 6 yaşında danışıb, əşi heç nə olmaz deyən ailələr var. Bax, onlara da nədir məsləhətiniz? Ən birinci mən düşünürəm ki, diaqnozu eşidəndən sonra diaqnozu həkim qoya bilir də, psixiatr və yaxud da loqopedik diaqnozlar var, nevroloqun ixtiyarı yoxdur diaqnoz qoymağa. Amma valideynlər uşaqlarında ləngimələri görürsə, nəsə nitodur, özü indi sosial şəbəkələrdə çoxdur informasiya, axır zamanlar analar var, hansılar ki, öz rutin həyatını göstərir. Təlimlər mütləqdir. Təlimləri aparmaq, sosiallaşma, məsələn, televizor, gadjetlər icazə vermək olmaz qətiyyən uşaqlarımıza. Bunu hər yerdə deyirlər, çox ziyanlıdır. Uşaq danışmırsa və bütün gün o gadjetə, iPad-dır, iPhone-dur, telefon fərq etmir, baxırsa, o nə üçün danışır? Axı orada danışmaya ehtiyac yoxdur. Şəkildə baxırsan, saatla bir multik, o biri multik, o şəkillər də tez-tez dəyişdiyinə görə beyində ocaqlar belə əmələ gəlir və ləngidir beyni. Yəni 7 yaşa qədər bütün hər yerdə onu deyirlər ki, qəti olmaz, verməyin. Düzdür, analar üçün rahatdır. Mən bir saatlıq verim, öz işlərimi görürəm. Bəs xüsusi uşaqlarda bu necədir? Onlara xüsusi uşaqlardan söhbət gedir. Onlara heç qətiyyən olmaz. Olmaz.
heç Əslində belə baxanda Mənfi təsir. bütün uşaqları qaçındırmaq lazımdır. Bəli. Xüsusi saatlar təyin etmək Daha yaxşı lazımdır. olardı. Amma dediyiniz kimi xüsusi uşaqlarda bu daha Bəli. ehtiyatlı olmaq lazımdır. Çünki daha çox ləngiyirlər. Bəs qida necə? Qida da Zahidə? çox önəmlidir. Qidadan da danışmaq istəyərdim. Şəkər çox pis təsir eləyir. Ən çox da autizm spektr uşaqlara davranışlarda məsələn elə bir analar var ki, bölüşürük də biz özümüzün bir qrupamız var, danışırıq. Oradan da çox yaxşı məlumatlar almaq olar. Çünki analar var, kimi uşaqları böyükdür, daha o yolu keçiblər deyə gənc ailəyə hansı ki indi bilib ki, uşaqda belə bir problem var, daha çox məsləhətlər görə bilər. Hansısa mütəxəssisləri məsləhət görə bilər. Amma şəkər həqiqətən çox zərərlidir hamımıza, amma özə uşaqlara dəhşətli dərəcədə. Niyə? Çünki onlar şəkər qəbul etdikcə sразу reaksiya verir. Davranış pozulur. Mənim gözümün qabağında ana uşağa banan verdi bir dəfə, banan. Banan da şirin meyvə sayılır. Və bir saat sonra uşaq mənasız başlayırdı gülməyə də, daima gülürdü. Mən də deyirdim ki, bu çox sakit uşaqdır. Bu niyə deyir ki, bəs banan verdim, yeməyim yox idi, bir dənə banan var idi, onu verdim, belə dəli oldu uşaq. Yəni deyirəm ki, yəni primayə svəzdə birbaşa əlaqəsi var. Beyin, bəli. O bağırsaqla da beyin çox əlaqəlidir. Bəli. İkinci beyindir də bağırsaq və qida çox önəmlidir. Məsələn, mən öz uşağım serebral olsa da çörək, un, gluten, молочный şeylər, şəkər və çalışıram südlə, süd məmulatları da olmaz. Süd də çox pis təsir edir bağırsağa. Zahidə təkcə ata yox, yəni ər-arvad yox, uşağın ata-anası yox, həm də ailənin də dəstəyi bəzən gənc ailələrə kömək olur. Siz necə düşünürsüz? Bax, bu işdə nənə, baba, xala, bibi, dayının rolu nə qədər olmalıdır? Bəzən, məsələn, biz görürük ki, nənə, babalar uşağa olan sevgisindən, daha çox istədiyindən, onlara xüsusi uşaq olduqlarını nəzərə almırlar və yaxud da ki, çox sevirlər. Çox sevdiklərindən, məsələn, onlara olan qadağaları göz ardı edə bilirlər. Bu yerdə necə davranmalıdır, belə deyim, xüsusi uşaqların nənə, babaları, xala, əmi, dayı, bibiləri? Ana, ata çox böyük zəhmət çəkir bu uşaqlara baxmaqda və ona görə mən düşünürəm ki, yəni nənələr də o ananın, atanın əziyyətinə itirməməlidirlər və əgər bu uşağa şəkər vermək olmazsa, verməsinlər, deməsinlər, ay yazıqdır. Bunu da məsələn mən öz nənə babalara məlumatlar verirəm ki, bax olmaz, görürsüz, yəni sразу qəbzlik olur, nəsə reaksiya verir də momentalni. Çünki bədən öyrəşmir şəkərə. Şəkər lazım deyil. Ət verin, əzəli olsun, nə bilim, qriçka verin, mərci verin, belə tərəvəz verin, kletçatkada. Onlar hamısı yaxşı təsir eləyir. Və mənim ailəmdə, yəni mənim fikirlərimə hörmət eləyirlər və bilirlər uşağa nə olar, nə olmaz. Nənə babanın rolu çox böyükdür. Onlar həqiqətən dəstək olmalıdırlar, kömək etməlidirlər. Düzdür, onlar da ürəklərində çox pis olurlar. Çünki onlar bizi düşünür və nəvələrini düşünür. Amma biz sadəcə öz uşağımızı düşünürük. Mən bir də ki, məlumatla bağlı bölüşmək istərdim ki, mənə deyirlər ki, 2 aya getdiniz, gəldiniz, uşağınız yeridir. Elə bir suallar verəndə mən başa düşürəm ki, 1 aya, 2 aya, 9 yaşında uşaq necə yeriyə bilər? O yerimək birdən-birə elə bir proses deyil ki, uzun bir prosesdir. Hətta o uşaqların yeriməyi belə bizi kimi yerimirlər də, onlar asta-asta divardan tuta-tuta, ayaqlarını qatdıya-qatdıya, nə bilim, bu yavaş-yavaş, qorxa-qorxa da bu proses çox uzundur. Amma görürəm ki, gözləntilər çox böyükdür. İdmana aparıram hər gün. Deyirlər ki, bəs hər gün idmana gedirsiniz. Nə oldu? Yerimədi. Mən də deyirəm ki, mən sırf yerimək üçün aparmıram. Sadəcə daha möhkəm olsun, daha yaxşı olsun. Çünki uşaq uzanıqlı vəziyyətdə qalanda əzələlər, vətərlər qısalır gərginliyə görə. Uşaq zəif olur. Amma uşaq yerimək üçün birinci fiziki bir güclü olmalıdır, bir bacarmalıdır, bir saat daimi işləməlidir ən azından. İdmandır da. Necə biz idmana gedirik, əzələ yığırıq. Onun kimi bir şeydir. Bu valideynlər dərk etmir. Həkimə gedirlər, 10 yaşında uşaqlar deyirlər ki, bizə dedilər ki, siz çox yaxşı həkimsiniz. Biz inanırıq ki, sizin müalicəniz bizim uşağımızı danışdıracaq.
Onlar elə söz deyəndə adamın ürəyində çox pis olur. Çünki 10 yaş bu işin içindəsən, sən bilirsən ki, uşaq danışmır, amma ümid edirsən ki, danışacaq. Əlbəttə ki, ümid etmək dünyadakı ən gözəl qabiliyyətlərdən biridir. Amma bəzən bizim boşuna etdiyimiz ümid elədiyimiz mübarizəyə zərər vura bilər. Əgər biz məsələn uşağın Çinə gedib 2 ayda ondan möcüzə gözləyiriksə, demək biz realist deyilik və biz öz uşağımıza qarşı da səbirsiz davrana biləcəyik. Ya da tez-tez mütəxəssisini dəyişəcəyik, tez-tez mütəxəssisini, həkimini dəyişəcəyik və beləliklə onun getdiyi yolu zədələmiş olacağıq. Nə qədər önəmlidir eyni mütəxəssislə işləmək? Zahidə, bu vacibdirmi? Yoxsa doğrudanmı dəyişmək lazımdır mütəxəssisləri tez-tez? Düşünürəm ki, mütəxəssis 6 ay vaxt vermək lazımdır. Əgər təlimdən söhbət gedirsə. 6 aya bir nəticə görmürsünüzsə və heç bir dəyişiklik görmürsünüzsə, dəyişə bilərsiniz mütəxəssis. Çünki 6 ay böyük bir müddətdir. Amma o şərtlə ki, siz uşağınızı hər gün gətirirsiniz təlimə. Həftədə bir dəfə, 2 dəfə yox. Hər gün bu uşaqlarla ən azı 3 saat gün ərzində məşğul olmaq lazımdır. Əgər biz nəsə gözləyiriksə, uşağımıza vaxt ayırmalıyıq. Bəli, əziyyət çəkməliyik, aparıb gətirməliyik. Bu da bir işdir. Böyük bir işdir. Bəli. Amma müalicələrdən söhbət gedirsə, qısaca mən müalicələrin də tərəfdarıyam. Çünki mən düşünürəm ki, təlim neyron əlaqələri qurur, amma müalicə içindən natroplardır, batlardır, bağırsağı müalicə edirsən, virusları müalicə edirsən, onların hamısı mənfi təsir edir beynə. Ona deyirlər neyrovaspaleniya, neyrotoksичность rus dilində. Onlar da çox önəmlidir. Müalicəyə daha biraz çox vaxt vermək lazım, ayırmaq lazımdır. Bir il ərzində dəyişikliklərini, o dietanı da saxlamaq lazımdır. Vaxtında yuxu da çox vacibdir, uşağın rejimi olsun. Bu inkişaf üçün çox önəmli bir şeydir. Beyindən söhbət gedir də. Beyində bir problem varsa, ona hər tərəfli kömək etmək. Tək bir dənə təlimə loqopeda aparıb gətirməklə yox. Zahidə, sonuncu bunu demək istəyirəm ki, bizim missiyamız cəmiyyətə mesaj verməkdir. Bu mesaj nədir? Birinci, valideynlər səbirli olmalıdır. Sizin danışdığınızdan bunu başa düşürəm. Sonradan ümidli olmaqla yanaşı realist olmalıdır. Bununla bərabər əl-ələ verməlidir ailə, birinci ata və ana, sonra digər qohumlar səbirli olmalıdır. Sonra cəmiyyət olaraq biz ehtiyatlı davranmalıyıq. Təkcə özümüzü yox, uşaqlarımızı da, xüsusi uşaqlara olan davranışlarda diqqətli olmağa səsləməliyik. Çünki xüsusi uşaqlar çox həssas olurlar. Onlardan qorxmaq lazım deyil, yaxınlaşmaq lazımdır, sığallamaq lazımdır. Sevgi göstərmək lazımdır. Onlar çox sevinir, onların ehtiyacı var, amma çox adamlar qorxur, yaxınlaşmır, bilmir necə rəftar eləsin o uşaqlarla. Mən ana olaraq çox istəyirəm ki, məhəlləyə düşəndə uşaqlar yaxınlaşsın qızımın yanına. Ən azından o da baxır o uşaqlara, fərqli bir insanlar görür. Bununla bərabər xüsusi uşaqların valideynlərinə dəstək təkcə onlara can demək olmalı deyil. Elə əli daşın altına qoyub məlumatlandırmaq, uşaqlarımıza tərbiyədə diqqətli olmağı öyrətmək, o cür uşaqlarla davranışda. Bu uşaqların içində diaqnozu daha yüngül olan və məktəbə, bağçaya gedən uşaqlar varsa, onlarla dostluq münasibətini uşaqlarımıza aşılamaq lazımdır. Mənim başa düşdüyüm bunlardır. Bəs sizin daha əlavə etmək istədiyiniz nələr var? Cəmiyyətdən, valideynlərdən nələr gözləyirsiniz? Ən böyük gözləntim ki, bizim uşaqlarımız bizim cəmiyyətə lazım olsun. Dövlətimizə lazım olsun. Kənarda qalmasınlar. Çünki onlar da insanlardır, onlar da canlıdır. Dünən düşünürdüm ki, niyə ki elə bir şey olmazmı qurmaq ki, elə desə belə uşaqlar var. Onlar yeriyə bilmir, amma geri deyirlər. İntellekt saxranmır. Amma onlar üçün hansısa bu coachlar gəlir, hansısa bir həyatda, nə bilim, pul qazanma strategiyası, disiplin strategiyası, həyatda uğur qazanmaq üçün niyə məsələn bu uşaqları da, hansıların ki, intellektual hər bir şey yerindədir, o uşaqları niyə, onlar böyükdür artıq da çağırmaq olardı. Bu uşaqlar kolyaskada olduğuna görə çox vaxtı evdə olurlar. Çünki analar da yaşları artır, amma uşağın 25-30 yaşı var, ağırlaşır.
Amma niyə ki, məsələn, düşünürdüm ki, elə bir şey yaratmaq olardım ki, bu uşaqlar da rayona çıxa bilsin. Onlar da bizim gözəl rayonlarımızı görsün. Ən azından mən demirəm ölkədən kənara. Çünki ata-ananın yaşı artdıqca onların gücü də azalır. Onlara çox çətindir və mən düşünürdüm dünən ki, necə etmək olar ki, tək serebrallardan danışmıram. Autist spektr, hər bir ana istəyir ki, onun uşağı da cəmiyyətə qarışsın, onun uşağı da bir övlad kimi yaşasın, uşaqlığını keçirsin, gözəl bir həyat yaşasın. Təbii ki, hər ana istəyir onu. Amma cəmiyyət baxımından istəyirəm ki, bizim uşaqlar kənarda qalmasın. Lazımlı olsun. Bu sualı da mütləq verməliyəm. Siz gedirsiniz. Belə uşaqların getdiyi yerlərdə qiymətlər doğrudanmı eşitdiyimiz kimi həddindən çox bahadır? Bəli, bizim uşaqlar çox bahalıdır. Əgər sizin imkanınız yoxdursa, siz uşağınıza kömək edə bilməzsiniz. Çünki serebrallar lap bahadır, amma təlimlərin orta bir qiyməti 25-35 arasıdır. Bir dərs. Təlim. Amma sən həftədə onu 5 dərs götürəndə aya gəlir 800 manata çıxır. Tək bir təlimdirsə. Əgər orada ergoterapiya da var, idmanlar da var, psixoloq da var, kompleks şəklində danışırıqsa, o gəlir çox böyük bir məbləğə çıxır. Ona görə də bizim missiyamız çağırış etməkdir. Mən düşünürəm ki, ölkəmiz günü-gündən inkişaf edir və bu inkişaf mənə elə gəlir ki, hər bir ölkənin inkişafı, cəmiyyətin inkişafı oradakı uşağa olan münasibətdən başlayır. Uşaqlara olan münasibətdən başlayır. Məsələn, mən bir ailəni uzaqdan izləyəndə uşaqlara olan münasibətdən o ailənin hansı vəziyyətdə olduğunu təyin edə bilirəm. Mənə gəlir ki, elə dövlətlər də belədir. Bütün cəmiyyətlər, dövlətlər uşaqlarına olan, uşaqlarına verdiyi dəyərlə ölçülməlidir. Və arzu edirəm ki, sizin bu çağırışınızda təkcə insanlar yox, bütün qurumlar İnşallah cavab verəcəklər və çox məyus edici bir cümlədir. Əgər sənin imkanın yoxdursa, maddi gücün yoxdursa, sən uşağına kömək edə bilməyəcəksən, ağır cümlədir. Çünki uşaq təkcə valideynin deyil, uşaqlar bütün dünyanındır, bütün bəşəriyyətindir, bütünlüklə dövlətə inanan bir cəmiyyətik. Biz dövlətimizə inanırıqsa, qurumlarımıza inanırıqsa, dövlət qurumlarımıza, həm də onlara səslənək ki, mütləq kənd-kənd, oba-oba, el düşüb bu uşaqların valideynlərinin yanında olduqlarını göstərməlidirlər və bu göstəriş naminə olmamalıdır. Vicdan naminə, insanlıq və gələcək naminə olmalıdır. Çox sağ olun gəldiyiniz üçün. Sağ olun. Mənə çox xoş idi sizinlə söhbət etmək. Sonda isə onu demək istəyirəm ki, hər şey öz ailəmizdən başlayır. Çünki biz bilmirik ki, bizi gələcəkdə hansı imtahanlar, hansı mübarizələr gözləyir. Biz hər birimiz mübarizənin bir parçası olmalıyıq. Qonşumuzun uşağı, məhəllədən keçən birinin, uzaq qohumun uşağı deməməliyik. Belə bir fikir oxumuşdum ki, bütün uşaqlar Allaha məxsusdur. Həm də onlar bizə əmanətdilər. Biz davranışımızda, uşaqlarımıza öyrətdiyimiz davranış qaydalarında həmin valideynlərin yanında olmaqla nəsə edə biliriksə, bunu əsirgəməməliyik. Doğrudan da uşağın gülüşü ailənin sevinci deməkdir. Doğrudan da uşaq əgər gülürsə, demək orada hər şey qaydasındadır. Evinizdən, bütün cəmiyyətdən və hər yerdən sağlam və ürəklə gülən uşaqların səsinin gəlməyini diləyirik. Bizimsə borcumuz heç bir fərq qoymadan bütün uşaqları qucaqlamaqdır. Yenidən görüşərik.